66-cı səhifədə ikinci tapşırıqdayıq. Tapşırığında deyir ki, biri digərindən 2 vahid böyük olan 3 ardıcıl natural ədədin ən böyüyü 125-dir. Bu ədədlərin cəmi neçədir? Bax, bunu tam hissə modeli ilə eləməliyik. Bizə neçə dənə ədəd lazımdır? 3 dənə ardıcıl deyir natural ədəd, düzdürmü? Yəni, ədədlər, ardıcıl ədədlər necə artan ədədlər idi? Bir-bir artan ədədlər idi, düzdür? Yəni, bir-bir arasında məsafəsi olan ədədlər. Deməli, 3 dənə ardıcıl ədəd varsa, aparıb 3 dənə sxem, ədəd sxemini yazaram mən bura ki, görün mənim əlimdə nəyim var, nəyim yoxdur. Birinci ədəd, ikinci ədəd, üçüncü ədəd işarəsini yazdım, qoydum. Deyir ki, biri digərindən 2 vahid böyük olan ədədlərdən ən böyüyü 125-dir. Ən böyüyü 125-dirsə elə birinci ədədimə ən böyüyü 125 olaraq qoyaram. Biri digərindən deməli böyükdürsə, deməli bu 125-i də şərtin sonunda ən böyük olaraq verib. Deməli bundan əvvəlkilər kiçik ədədlərdir də qızım, düzdürmü? 123. Sol, ikinci ədəd olacaq 123. Üçüncü ədəd? 121. 121. Bəli. İndi bu 3 ədədin də ümumi cəmi nədir? Neçədir? Gəl toplayaq görək neçə eləyir? Hesablama sənlikdir. 369. 369 cavabımızda da bəli var. Afərin bizə. 369 A variantı.